Hamıya salam dostlar. Bugün yanımda Həsən yoxdur. Bugün sizlərlə birlikdə Minecraftda hayatta qalmaq oyunu oynayırdıq. Əslində mən göndərilərə yazmışdım ki, ayın 16-sı əfsanə bir gözəl bir video gələcək. O da ki, Minecraftda hayatta qalmaq videosuydu. Amma mən o Minecraftda hayatta qalmaq videosu Həsənlə çəkəndən sonra yükləyə bilmədim, göndərə bilmədim. Ona görə bugün çəkirik. Bugün ayın 19-udur. İndi Minecraft'a giriş eləyirik. Bu pullu Minecraft'da. O biri Minecraft'ları çok reklam gelir, ona göre buna giriyoruz arkadaşlar. Güzel arkası var. Ve oynaya basıyorum. Evet arkadaşlar, macera. Bəlusa qaldığımız yerdən davam edirik. Mənim evim belə idi. Ən son belə ev qurmuşdum. Hayatta qalmaq oyunu bu arada. Birinci səviyyədəyəm. Qoyun öldürməliyəm. Yox, öldürməliyəm. Kapatayım. Özümə yeni eşyalar yapacağım. Koyun öldürsem yemez zaten. Yiyeceğim. Petim var. Çömür de lazım bana. Bunu ben düzeltmişim ki havuz eləyəcəydim. Havuz. Bunu öldürək. Sən yiyəcəm, ahara qaçırsan. Orada bir tane var. Görmüşken onu da öldürək. Sırası ölürlər. Çünkü benim elimde altın ne var? Kılıç var. Kömür buradaydı. Birazını alaq. Dediği hamısını aldı. Kömürün. Kömürü yakta koyuruq yəqin. Bəli dostlar, çok iyi, çok güzel olur. Bir daha kömür atırıq. Bunu da koyuruq. Pişmiş koyun. Bəli dostlar, bir daha pişiririk. Ve sonuç bu oldu. Yanıqı. Kömürü bura koyaq. Bunları bura koyaq. Bunu da bura koyaq. Bunu da bura. Boyun yiyək. Ay, nətər yeyirik? Nətər yeyirik? Yəqin hələ açmamışıq. Mənim burada gizli yerim var. Ama bura düşsəm canım gələcək. Sökülürsəydən düşürsəydən. Ay Allah, bunu hələ söndürə bilməmişəm mən. Odun filan lazım değil mənə. Tez bir də odun tapım dostlar. Geliyorum. Bəli dostlar, odun tapdım. Qırdım ağaçları, odun düzəltdim. Bir də ağacdan qırdım. Bir dənə də belə evimin divarları rəngində qırdım. Bu arada evim L hərfi şəklindədir. Koydum sandığıma. Buradadır. Burada değil. Burada. 64 tane bundan. 64 tane de bundan.
koydum ona. İndi bu hayatta qalmaq nətəri yox bilmiyorum. Buradan çıxaq. Mənə dokunanı altın kılıncımla yakarım. Koyun. Biraz bunları öldürək. Səviyyəmiz artsın. Bəldoslar. Buradan. Harasa gelməli. Boyun axtarmalıyam. 3-cü səviyyədəyəm. Kaplumbağa. Kaplumbağanı öldürüb gələm dostlar. Bəli dostlar. Kaplumbağanı öldürdüm. Bir dənə yosun çıxdı. Dəniz yosunu. Bir dənə də kaplumbağanı öldürəndən sonra qoyun gördüm orada. Niyə qırmaq olmuyor? Oradan biraz bunlardan qıraq. Yok dostlar, qırmaq olmuyor. Neyse səhv edirəm çünki ağac qırmaq olurdu bu oyunda. Ben dostlar evim lığı şəklində görürsünüz yəqin. Bu videonu axıra qədər izləyin. Həm də dostlar kanalımıza like atıb abunə olmağı unutmayın. Bu videodan sonra o qədər çox gözəl bir video gələcək ki dostlar. İndi evimdəyəm. Yosuncu, bax bundan düzəldə bilərəm. Yundan 3 dənə düzəltdim. Bunu da hara koyaq? Gəlin bura koyaq. Yox. Ay bismillah olur. Ay dostlar çox xəstəyəm. Burnum axır. Bunu sandıqlarımızın ətrafına koyaq. Baxın bura. Yerə. Ayda burada niyə heç nəyə qoymaq olmuyor? Neyse. Akşam olur. Akşamüstü dəli akşam olanda çox qaranlıq olacaq. Zombilər zəxlər gələcək dostlar. O anı sizə bu evimdəki pəncərələrdən çəkəcəm. Ay orada koyun var. Çıxıb öldürüm. Yox qorxaram. Zombisa öldürər mənə birdən. Canım da tamdı ama. Dostlardır. Bu video Həsənə çəkməyi çox istəyirdim amma yanımda deyil. Akşam oldu mən yatdım. Zombilər canmır dostlar. Ay domuz var ya orada. Yox dostlar. Mən zombi görürəm. Orada bir dənə creeper var. Creeper mənə görsə hər şey utarar. Partlayar evim zalım. Nətinə qalar. Mən də tez yatım. Şu anda hayda. Creeper arada oradadır. Bura düşməyəcəm. Tez zombi. Görürsünüz oradan. Yani göstereyim size. Bakın dostlar denizin içine girir. Gölün içine, suyun içine girir. Her neyse. Creeper oradan yok olup ay şükür Allah'a. Creeper mənə görsə evimi partladar. Şükür dostlar yatdım. Duydum səhərdir. İndi günəşin istisi zombiləri yandıracaq. Deyə baxın orada bir dənə zombi yanır. Zombiler də nə ağılsızdır. Yanırsız girin suya da. Hayda. Ağılsız dostlar düz demirəm. Baxın orada yanır. Girib suya. Suya girəndə gördünüz deyirəm. Ayda bu qoyunlar. Mənim qoyunlarımda aşağıda qoyunlarım var. Yoxsa çöldəki qoyunlar da onlar. Baş açmadım dostlar.
Yiyeyim burada yemeğimi. Pişmiş koyun eti. Orada dostlar bu yemeği niye yemiyorum? İkinci seviyedeyim. Nasıl öldürmeliyim koyun, domuz, inek zat. Toyuq filan. Öldürüb gəlirəm. Bəli dostlar, qaldığımız yerdən videomuza davam edirik. Ücə yenə hava qaralır, yox yağış yağır dostlar. Bir daha koyun öldürdüm dostlar. Baxın, zombi mənə vururdu, ona görə tez olmalıydım. Bir daha koyun öldürə bildim sadəcə. Bu yolu da qoyuram sandığıma. Yolu qoyum sandığıma. Deyən səhv oldu. Bunu götürürüm. Bunu sandığa qoymalıyım. Baxın bu ətləri, bu əti, bu qoyun. Yanına da çısparadan çıxan dəniz yosunlu. Arkadan çıxan saldım mənə. Mən zırh geyinmişəm, altın zırh geyinmişəm. Ayda, mənim qılıncım qutarıb. Niyə dəmir qılıncını götürməyim? Amma hələ işləyməyəcəm, çünki evin içindəyim. Evin içində tək mənəm, özümü öldürürüm. Bəli dostlar. Bu video çox uzun. O gəldi, adı yadımdan çıxdı. Görürsünüz pəncərədən dostlar. Bayrağı ilə gəlib. Mən onu tanıyıram. Prosta ki qalaları zadı olurdu. Prosta ki adı yadımdan çıxır. Tanıyanlar yoruma yazsınlar. Onlar tez acilən. Dostlar video çox uzatmaq istəmirəm. Kanalımıza like atıb abunə olmağı unutmayın. Sizi çox sevirəm. Özünüzə yaxşı baxın. Sağ olun dostlar.